Hadi keçməyə çək. Gəlmişsən. Mənə gətirib verirlər. Elə mənə niyə verirsiniz, xəstəyə verirlər? Məndən yönləndirməzsə həkimə. Mən yönləndirməli deyiləm heç kəsi. Mən xəstəyə baxıram, sizi 2 həkimə yönəltmişəm. Hansı həkimlər yönəltsə? Adını deyin, hanım. Məndən pul istədi birinci həkim 400. Ay xanım, siz özünüz istədiniz o həkimi də. Nə olsun həkim? Mənim üstümə qışqırma günah. Mənə qışqırma mənim. Niyə siz mənə dünəndən qışqırırsınız? Mən uşağım sənin yanında. Xanım, bunu eləməyək, bunu eləyək. Qışqırmayın, xahiş edirəm, alın, mənim səsim. Bilirəm səslə, bilirəm mən sizin səsinizi eşitdim. Mən qışqırmamışam, mən sizə deyim ki, mən fərqi yoxdur, mən xahiş edirəm, sizin solda paketinizə daha çox, lazer dağıtsın mən yapsın zəhmət deyil. olmasa, Onu təqdim bir dəqiqə, eləməlisiniz. mən heç nə bilmirəm, mən Kim təqdim eləməlidir onu? 104-cü otaqda İsmira xanım var, sığortaya baxır. Ona yaxınlaşacaqsınız. Həmin o sığorta paketini ondan soruşun, o sizə açıqlama verəcək. Siz bir şöbə müdürü yapıyorsunuz, apardım mən şöbə müdürü. Bir də şöbə müdürümüz də 102-ci otaqdadır. Gedin İsmira xanım. Nədir şöbə müdürünüzün? Gülməmmədov Müşfiq doktor. Müşfiq doktor burada 102-ci otaqda. Bəli. Yaxşı, çox sağ olun. Siz birinci sığortaya keçib öyrənin, siz özünüz verdiyiniz sual var ha. Yox, deyirsiniz ki, hər bir şəxs həkimin avadanlığı var, o sənəti təqdim eləməlidir xəstəyə və o əgər sığortada varsa, xanım, zəhmət olmasa şöbə müdürünə deyin, Müşfiq doktor. Əgər nəsə lazım olmuş olsa, mən gələrəm. Tamam, Müşfiq doktor olar. Müşfiq doktor yalnız Pərvin xanım göndəribdir. Deyir, xatirə, birdən də gəlir bu, sən doktor xəstəsi. Tamam. Müşfiq doktor, müsaitsiniz? Mən, Bir dənə sual xahiş edirəm. Nə idim mən? Müşfiq doktor deyirsiniz. Yox, nəyəm dediniz? Müsaitsiz deyirəm. O nə deməkdir? Yəni, vaxtınız uyğundur. Hə. Mən söz dedim. Yox, başa düşmədim. O müsait, müsaitsiz o nə deməkdir? Deməli, Müşfiq doktor, mən 2 gündür deməli problem yaşayıram Niyə? mənə bağlı. Deməli, sığortanın mən ödəsəndən əməliyyat olunmalıyım. Mən həkim adı çəkmişdim, Verdiyev. Adi adasıqda təsadüfən iş yoldaşım, Firuz Verdiyev, iş yoldaşım ondan çoxdan əməliyyat olundu. Bir telefonda cərrahda iş. Hə, özür istəyirəm sizdən. Problem yoxdur. Deməli, mən yaxınlaşmışdan Siz özünüz əməliyyat olur. Mən ödəsəndən əməliyyat olmalıyam. Yəni, böyük daş var. Lal daşdır. Lal daşda amma köp verir də, ürəyimi çıxır. O niyə sizə köp verir? Lal daş köp vermir axı. Yox, mən getdim yox. Ürəyi sıxıldı, beynimizə girib ki, orada. Yox, mən bilmirdim də, biz də elə bildik ki, ürəkdə də problem. Getdik, yoxlatdıq elədik, hamısı da ödümündəki daş. O da həkimlərin dediyi qərardır. Həkimlər səhv deyiblərsə, o mən nə deyim, mənim problem deyil axı o. Deməli, mən Firuz bəyə yaxınlaşdım, elədim. Deməli, mən sual verim, sizin sığortaya lazer əməliyyatı daxil, düzdür? Paketinizə. Mən lazerlə olmasının işimlə əlaqədar da, sizin həkiminiz məndən rüşvət tələb elədi. Ümumiyyətlə, belə bir cümlə işlətdi ki, mənim burada öz avadanlığım var. Özəl dövlət xəstəxanasında həkimlərin öz şəxsi avadanlığı olurmu? Və olursa, üzr istəyirəm, hə. Olursa bunu şəxsi sənətə təqdim edə bilərsiniz, xahiş edirəm. Bir dəqiqə, sizə bir söz deyim. Bizə Ştorsun Tolko aparatını verirlər. Bunun digər avadanlıqları heç biri yoxdur. Mən eləmirəm. Onun alması 15 min manat puldur. O almaq. Kim alıbsa özü edirlər. Mən eləmirəm. Mən açıq edirəm. Kimsə laparoskopisi... Burada bütün ancaq lazeri hər kəsə şəxsi avadanlığı. Bəli, şəxsi avadanlığıdır. Yox, ana aparat dövlətindir. Ana aparat dövlətindir. Ucuzları alınmalıdır. Ucuzları var, klipslər var ki, 10 xəstədən, 12 xəstədən bir tullanı dəyişir. Bir dənə bir zacimin biri 450 manat. Onu deməli, bu paketə aid deyilsiniz. Əgər belə bir şeysə, bu niyə paketə, sığorta paketinə daxil olmuş ki? Bunu bilmirəm, onu dəqiqləşdirmək lazımdır. Çünki biz poliklinikayıq. Onlar şey... 20 milyon elədir, azad. Böyükdür. Böyükdür, 20 milyon. 2 santimdə. Bir də 20 millimetr. Xanım, sizə bir sözdə deyim. Firuz doktor özüm orada yoxdur, Allah'a burada. Bu laparoskopik daşla gedəsi olsa da, o daşı oradan çıxartmaq olmayacaq, yekə kəsirlə çıxartmalıdır. 2 santimetrdir. Bilirsiniz, bəzi şeylərdə də var ki, deyirlər ki, operasiya söhbətini qoyaraq problem yoxdur, onların yolu buluruq Həsanda.
Liboy əməliyyata getməmişdən qabaq konsilium olur. Və o konsiliumda cərrahlar da oturur hamısı və qərar verilir. Çünki hamısı xəstəlik tarixində yazılır. Bu insan laparoskopik əməliyyat olunmalıdır, yoxsa açıq əməliyyat olunmalıdır. Sizə konsilium yəqin ki, keçirilməyib. Onu mən başa düşməm, amma başa salmaq lazımdır mənə. Bir də ki, psixosa siz biraz dolusunuz. O heç. O da problem yaradır. Açıq əməliyyatı problemi, lazerli problemi. Lazer, açıq heç də problem deyil. Çünki açıq elədir ki, ən ağır vəziyyətlərdə biz lazerdən necə gedirlər? Mən də şanslı olum, mən əməliyyat olmuşum daima. Standart vəziyyətdə, belə deyək, gözəl şeydir. Çıxdı düzdür, mən şəxsən öz yoldaşımı elətdirmişəm, açıq elətdirmişəm. Niyə? Səbəb? Səbəb odur ki, qazı vururlar qarnına, vurulmalıdır, bəli. Karbon qazı doldururlar. Karbon qazı doldururlar. Lazerdə? Lazerdə, məcburdur. Qarın şişməlidir ki, o görsənsin hər şey. Yəni bunu Amerikada da belə eləyirlər, Azərbaycanda da. O gəlir, diafragmadan keçir, gəlir dolur bu akciyanın künslərinə. Xəstə bir həftə sonra çinlərin arasında, bir həftə başlayır ağlamaq ki, mənim çinim deşilir, buram deşilir. Yaxşı, Müşfiq doktor, açıq əməliyyat olsam, mən neçə gün ayağa qalxa biləcəm? Neçə gün yatacaq burada, neçə gün yatacaq? Bir gün. İkinci günü İndi siz mən Firuz doktor istəmirəm. Firuz doktorun danışığı da düzgün deyildi. İzah eləyə bilməyib, siz yox. İzah eləyə bilməyib. Sən deyək, bax, neçə ilin cərrahadır, mən də bir institutda oxumuşum. Adınız nədir? Rövşən doktor. Rövşən doktor. Soyadınız? İskəndərov. Soruşama maraqlıdır mənə. Neçə ilin cərrahadır, işləyir. Bax, görürsən, xoşsuyur xəstənin danışmağa, izah eləməyə, eləməyə. Bax, mən bir dənə həkim adı çəkim sizə, Rövşən doktordur, mənim qrup yoldaşımdır, İlqar Namazov, Respublikanın baş damar cərrahı. Eksperimentalini xəstəxanada işləyir. Siz onun yanında olasınız, Cavan uşaq 73 təvəllüddür. Onda Respublikanın baş damar cərrahıdır. Ən ağır əməliyyatları ancaq onu çağırırlar, o girir. Bundan başqa girən bilirlər. İndi cavanlar tərəfində bəli, girib baxarsın səviyyəsinə. Deməli, durun, Allah eləməsin, işi düşdün, gedin onun yanına. Öz başını da qaldıran deyir, belə. Get. Ancaq sən çıx deyə bilərsin ki, o güclü dəldir, nə tərəfdir, heç məndən işini sorma. Bu adam danışmağa bacarır. Onda mən sizə bir sual verim, vicdanla. Siz mənə açıq əməliyyat nəsdən görsünüz, lazeri? Mən vicdanla deyim, doktorla söyləyəm, açıq əməliyyat. Niyə görə? Onun torakandan girib göbəkdən olanı deyim. Deşlik 4 dənə deşlik. Amma 20 mm, 2 cm daşı orada. Şəvət xanım, gəl danışır. 4 dənə deşik yaxşıdır qarında, yoxsa bir dənə Ay, o bir dənə, sən də 50 dənə deyinirəm mən. 4 dənə ilə, laparoskopi lazerlə 4 dənə deşik açmalı. Onda mənə burada bir həkimə göndərdin, açıq əməliyyat, amma xahiş edirəm. Yəni, incitməsin, mən tez zamanda əməliyyat etməm, anam da əməliyyat olmalıdır. Mən burada önce bütün sənət hamısını keçmişim. Yox, harada qeydiyyatı? Nəsimi rayonu. Semaşqa. Semaşqanı da istəmirəm. Doğrudan da həkimlərim O qanuna danışır da, qızım mənim. Neçə vəlirsiniz? 87-ci ildə. Ay sol, hə, qızım deyə bilərəm. Mənim qrup yoldaşlarım hamısı gəlib burada olur. İş yoldaşlarım hamısı gəlib burada oldular. Əməliyyat. O güçlərini çıxartdılar. İndi hansısa variant. Pul istəyirlər, pis davranırlar, hər şey. Lazerə görə şimdi başa düşdüyümüz izah edəriz. Vallahi dedi ki, biz növbə hansı həkim çıxdıq, bəxtə onunla olduq, çıxdıq gəldik. Yox da növbə həkimi, mən bir həkimi yönləndirəm. Məktəbəs verərəm, invalid olarsınız. Yox, Rövşən doktoru yönləndirim mən. Yox, yönləndirəm. Niyə? Səbəb? Düşünmək istəyirsən? O yazır, ya yazmır. Yox, baxın. Nə lazım idi? Baxın. Problem Anamdır. Yazmaq, hə, adı deyil, başım gəlmir. Yox, anam dəngədə adla verdim. Mən onun üçün razı ailəsiniz, bir özə mən hiddəsi gün buradayım. 4 manat, Dediyinə qədər 4 manat dedi. Mən dedim ki, axı o sığorta hadisəsi istəyə bilməzsiniz. Amma siz izah elədiniz ki... Sarda işləyir. Yəni, Şəfaqət hanım, bilirsiniz nə tərəfdir? Yox, doğrudan deyirəm. İndirəm, yox, mən sizlə prosto bax, sizin kimi mən üzr istəyirəm. Kimsə gəlib böyük kimi, həkimlərdə böyüksünüz də, düzdürmüşük doktor. Dünən də sizin adınızı soruşmuşdum mən təsadüfən. Və izah eləmir heç kəs belə, hamı belə çobud şəkildə şey olur. Adam da biraz əsəblər. Deyirəm, mən gəlirəm, adam çöldürürəm, növbə vururam. Yox, ay, mən qorxmaq üçün deyirəm, mən orada dünənlər, 2 gündür mən burada əziyyət çəkirəm, sizə deyim. Təbii çıxıb, yekə-yekə danışır hər şeydən. Televizorda ki, təfsat belədir, hər şey verir, gedin verir. Hər şey özümüz alır, acı sapı da özümüz alır. Hamısını ödərəm. Mən kimlə bunda?
Mən gəlirəm, adam kimi dururam, növbə dururam. Yox, Sizə açıqsa deyim. ay mən qorxmaq üçün deyirəm. Mən orada duranlar 2 gündür mən burada əziyyət çəkirəm, sizə deyim. Təbii çıxıb orada yekə danışır her şeydə. Televizyondakı təhsisat belədir, hər şey verir, gedin verin. Her şey özümüz alır. Acı sapı da özümüz alır. İşte, hamısını özləri alır. Mən bilmə bunda. Mən gəlirəm, adam kimi dururam, növbə dururam. Yox, Sizə açıqsa deyim. ay mən qorxmaq üçün deyirəm. Mən orada duranlar 2 gündür mən burada əziyyət çəkirəm, sizə deyim. Təbii çıxıb orada yekə danışır her şeydə. Televizyondakı təhsisat belədir, hər şey verir, gedin verin. Her şey özümüz alır. Acı sapı da özümüz alır. İşte, hamısını özləri alır. Mən bilmə bunda. Nə problem yox. Yox, mən sizi qorxmaq üçün demirəm. 2 gündür mən burada neçə dəfə gəlir, burada deyir ki, qaziyam, filan, alət. Mən heç bir dəfə olsun. Feroz çox savadlı oğlandı. Mən demədim, savadlı həkimdir. Haqqında eşitmişəm. Dili yoxdur ki. Şimdi ne istiyorsunuz? Mən açıq əməliyyat, yox, açıq əməliyyat istəyirəm də mən. Eylətdir. Açıq əməliyyat istəyirəm ki. Amma 7 gün ayağa qalxaram. 7 gün də səhər dur gəlirsən. Ola bilər elə. Ama karşıya alırsan. Korset, Yenirsəni kaçlarını. korset çıxmaz bəs, korset çıxmaz bəs, çıxmaz yaranır. Böyle yaransın. Yara var ki orada. Yağa əməliyyat çıxmaz Yaralara yanır. göre. Sana yara Firuz çikolata. Korset ürəyimi sıxır, nəsə arxama olsa korset yazılırsa almıram onu. Deyirəm sana, özüm axşamlar yemərəm. Əsas məsələ qızı. Az yeyim də. Yox, niyə pul vermək istəmirsən bizə? Ay mənim valla pulum yoxdur. Anam da əməliyyat Az ver, olmalıdır. çox verirsən. Bir qadın, 2 qadınıq evdə. Əsas məsələ qızı. Az yeyim də. Yox, niyə pul vermək istəmirsən bizə? Ay mənim valla pulum yoxdur. Anam da əməliyyat olmalıdır. çox verirsən. Bir qadın, 2 qadınıq evdə. Əsas məsələ qızı. Az yeyim də. Yox, niyə pul vermək istəmirsən bizə? Ay mənim valla pulum yoxdur. Anam da əməliyyat olmalıdır. çox verirsən. Bir qadın, 2 qadınıq evdə. Əsas məsələ qızı. Az yeyim də. Yox, niyə pul vermək istəmirsən bizə? Ay mənim valla pulum yoxdur. Anam da əməliyyat olmalıdır. çox verirsən. Bir qadın, 2 qadınıq evdə. Mən işləyirəm, ailəmə Başa baxıram. düşürmək kasıbçılıqdır. Yəni siz nətərdir? Deyim ki mən yəni öz büdcəmə uyğunda keçə Bütçe ne danışmaq. kadar? 200 Hə? 200 var. Bütçe ne gidecek zaten? 200 var. Büdcə 200 manat verərəm sənə. Sən Yəni siz nətərdir? Deyim ki mən yəni öz büdcəmə uyğunda keçə Bütçe ne danışmaq. kadar? 200 Hə? 200 var. Bütçe ne gidecek zaten? 200 var. Büdcə 200 manat verərəm sənə. Sən Yəni siz nətərdir? Deyim ki mən yəni öz büdcəmə uyğunda keçə Bütçe ne danışmaq. kadar? 200 Hə? 200 var. Bütçe ne gidecek zaten? 200 var. Büdcə 200 manat verərəm sənə. Sən Yəni siz nətərdir? Deyim ki mən yəni öz büdcəmə uyğunda keçə Bütçe ne danışmaq. kadar? 200 Hə? 200 var. Bütçe ne gidecek zaten? 200 var. Büdcə 200 manat verərəm sənə. Sən Mən bu həkimə yönləndirirəm. İyi. Firuz doktor mən istəmirəm. Ya. Mən onun qəlbim Yaxşı, küçükdür. ben eləyərəm. şeylə ikisi girəcəklər. Rövşənlə Firuz girəcək. Ben Yeni eləyəcəm. Firuz. Ben eləyəcəm. Həs edəcək. Eləyəcək. Yavaş öğren kızı daha indi Şey, onunla oldu. özü pulu mənə versin, bunlara verməyəcək. İkisi girəcəklər. Rövşənlə Firuz girəcək. Ben Yeni eləyəcəm. Firuz. Ben eləyəcəm. Həs edəcək. Eləyəcək. Yavaş öğren kızı daha indi Şey, onunla oldu. özü pulu mənə versin, bunlara verməyəcək. İkisi girəcəklər. Rövşənlə Firuz girəcək. Ben Yeni eləyəcəm. Firuz. Ben eləyəcəm. Həs edəcək. Eləyəcək. Yavaş öğren kızı daha indi Şey, onunla oldu. özü pulu mənə versin, bunlara verməyəcək. Verməyəcəksən. Yox, qoyulasın. Sonra halallıq verir, bana böyle gəl dalaşasın. Rahat ol. İstəyiz qırğına çıxın da. Girəcək, kula kimi eləyəcək, bu boyda da kəsir Özüm eləyəcəm. Balaca kesildən. Balaca kesildən. Kosmetik sapla boyunca. Sapla da Beş kosmetik. gün. Amma sonra mənim problem Siz Nəsimdarda yaşayırsınız? İnqilabda olmuşam. Orada da gözümü yumacam ki, bizim propiska deyirsiniz. Onu əzəldən demək lazımdır ki, buradakı abala sən buranın propiskası burada izbarı şey eləmədi. Onu əzəldən niyə demirlər ki? Siz Nəsimdarda yaşayırsınız? İnqilabda olmuşam. Orada da gözümü yumacam ki, bizim propiska deyirsiniz. Onu əzəldən demək lazımdır ki, buradakı abala sən buranın propiskası burada izbarı şey eləmədi. Onu əzəldən niyə demirlər ki? Siz Nəsimdarda yaşayırsınız? İnqilabda olmuşam. Orada da gözümü yumacam ki, bizim propiska deyirsiniz. Onu əzəldən demək lazımdır ki, buradakı abala sən buranın propiskası burada izbarı şey eləmədi. Onu əzəldən niyə demirlər ki? Bəs. Ben Bak, olsaydım... Rövşən qabağına çəksəydi, Rövşən sən 2 dəqiqə Yox, Bacı kardeş de olmuştu. Hə. Çıkıp gitmişti. yox, onu mən burada mən günahkar çıxartmıyorum. O sizin günahkar. Məndən olsa sabaha. Sabah. Bayramlarda suqa var. Hiç ne sabah öğlendi. Buraya sabah mən sabah mən anam da gözündən olmalıdır. Sığortacı mən də onu. Bəs mənə gözü ki mən çıxım ki, mən Sabah gəlmişəm ameliyat səs. eləyərik. İndi salım qrafik İndi yəni. mənim bir şey var ha. Sabah laf saldı, Nazır hazır. səhər elədik. Səhər elədik. Nazır hazır. Bu Bir dəqiqə. Gülsün özü növbədəyim. Özün ailəsi Altısı burada. Ay, Yedisi yola Altısı saldı. buradasınız.
Adamın dilindən tutarlar. Bax, Altısı burada yani. Sen- Ya altısı yola satırım ya yedisi. 6-sı ilə eləmək istəyirsiniz? Yox. Yox, sabah eləyirəm sabah. altısı, ya altısı yola salarım Altısı ya yedisi geniş şəhər. gündür. Ben deyim ortalıqda qalmayasın. Yedisi yola salarıq. Gəlir yola O da salarıq. deyir ki, altısı özüm buradayım. Hə, özüm buradayım. Ya akşamı yola salarım ya yedisi səhər. Ya axşamı, ya 7-si, 6-sı. Sabah səhər biz eləsək səni, Bu gün mən yemək yeməyəm. Mən deyərdim bu gün yemək yeməyəm. Altıdan sonra saat 6-dan sonra. Yox, yox, yeməyiz. Aa yok yine 6'dan sonra yemişler lan. Biz ameliyata Adam 6'dan bizim sonra yemişler lan. Başka Biri ben- gitti 9'una 10'a. Allergiya zad, ürəyinizdə bir probleminiz çıxmayıb. Hamısı yadımdadır. Baxın, deyir, əməliyyat kimi bax hər şeydir. Əməliyyat paket verməlidir, onu sabah səhər. Hamısı verildi, hazır. Hazırdır. He. Söyle. Negatif, negatif, negatif. Sabah gəl, tezdən saat 9'da götürür. TGSP'si. Bu dəqiqə onu gönderip dənə şey eləsin. Ürəyinə, Efa eləmişsiniz də ürəyim, oradadır. bax gör onu. Deyir ki, oradadır, anne. Annem oradadır, anne. Bax, hər şeyə baxın. Ha, Bir de her bir çarşı var, ona gelsin. gəlsin. Abi kegi eləyiblər, yox o yoxdur. Oradadır, anne. Çağırdı, Uzu çağırdı. deyil. Əskəri, saat əskəri. Ürəyə çağırdı, Kardiyogram da olacak. Bu kardiyogram da yapılır. Üreğin uzisi. Məndə deməli nə? Görürsən burada dişinde, ürəyində problem var. Ana. Deyirəm maddə yaz. 3 AB, MMT dişinin geri-spefisi dəyişlər. O yedi Bir dənə yerində diye paylaşır da gelir. Üşümədim, meşe olun. onu növbəsiz qızlara denir. Ha bir dakika. Bu gidiyor. Aynur Hanım. Bu Bir də saçlı olay olsan sonra götürüyorlar. Deməli maddə yazmışlar 17C. Ay sağ ol. 17C getdim psixiatriyaya. Orada verdilər, elə rəy verdilər. Nevroloji müayinə, elə bir ki, bankomat təzdən göndərdi nevroloji müayinəyə. MFS, o MFS aldı. Bir də nevroloji müayinə, elə bir ki, nevroloji müayinə. Nəsə getdin? Gedib gəlmişəm, Harada amma belə qoydun? konuşur. Aa, şükür olsun. Yox, meqaları konuşur, Bir saat prova verirlər. Yox, prova yox, Öyləsin. Mənə bankomatda, mən banyo biletimdə O bildirə yazılır. Onu buraya istəyirlər ki, Niyə sildirmək istəyirsən? işə düzəldən dövlət səhiyyə xidmətinə hər şey keçmişəm, medikamensiyanı. Bir dənə bu cavab qalıb. Ver karşı. Bu 17 psikiyatri yanında. Hani biz Yox, orada- keçmişəm, nə olur? Ver, açtı. Ha, ne diyorsun? Bir tane He. Aynur Hanım'a zengin Bunu ettiyse ilk- yok öylesi. Ben buna dedim ki, Yox eləyəcəm. Ondan xüsus edirəm. Ama görsən mən onu xüsus edirəm. Ay, mənim pulsuz olmalıdır, mən minnət vurursunuz. Son ol.